Kalbasalı pizzamız pişir. Kesip servis edirəm. Azıcık soymağını gözlədim. Möhtəşəm pizzamız hazırdır. Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun, hoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərə çox dadlı, lezzetli pizza hazırlayacağım. Hem toyuqlu, hem də kalbasalı, yəni sadə formada pizza hazırlayacağım. Gəlin heç vaxt ötürmədən başlayaq hazırlanmasına. Əvvəlcə mayanı qabın içərisinə əlavə edirəm. Xəmir yoracağımız qabın içərisinə 1 xörək qaşığı maya əlavə edirəm. Üzərindən 1 dolu xörək qaşığı şəkər tozu əlavə edirəm. Onu da üzərindən 1 xörək qaşığı un əlavə edirəm. Su əlavə edib qarışdırıram. Qeyd edim ki, su isti formada olmalıdır. Qarışdırıram. Qarışdırıb 5 dəqiqə gözlədirəm. Yəni maya aktivləşənə kimi gözləyirəm. 5 dəqiqə keçdi, artıq maya aktivləşib, üzərindən un əlavə edirəm. Qeyd edim ki, burada 5 stəkan un var. Tam əlavə etmirəm. Üzərinə 1 çay qaşığı duz əlavə edirəm. Duru yağ əlavə edirəm. 3 xörək qaşığı. Çox bərk olmayan xəmir yoğururam. Burada da 2 stəkan ilik, yəni isti su var. Əlavə edərək xəmir yoğururam. Toyuqlu pizza için toyuğu hazırlayıram. Toyuğun döşətini götürmüşəm. Zövqə uyğun kəsirik. Toyuq hazırdır. Qabın içərisinə əlavə edirəm. Qoyuram bişməyə. İstiot əlavə edirəm. Duz əlavə edirəm. Qoyuram bişsin. Pizza üçün tərəvəzlərimizi hazır edirəm. Öncədən yumuşam pomidoru, bibəri pizzaya uyğun, yəni zövqə uyğun doğrayırıq. İçliklər hazırdır. Birini gördüğünüz formada doğradım. Digərini isə blenderdən keçirəcəm. Çünki uşaqlar böyük formada biberi, pomidoru sevmirlər pizzanın üzərində. Əgər sizdə də bu problem varsa, blenderdən keçirin. Daha sonra pizzanın üzərinə əlavə edin. Burada da toyuğumuz artıq demək olar ki bişib. Sadəcə öz suyunda bişirirəm, yağ əlavə etmədən. Hazırdır. Pizzanın sosunu hazırlayıram. Bunun üçün qabın içərisinə ketçap, mayonez, istiot əlavə edirəm. Bir qaşıq da kəhliyot əlavə edirəm. İstiot əlavə edirəm. Qarışdırıram, hazır edirəm. Pendirini de hazırlayıram. Rendenin böyük gözündən keçirirəm. Üzerine giden bütün ingredientleri hazırlamışam. Gözləyirəm xamirin gəlməsini. Gəldikdən sonra pizzanı bişirib hazır edəcəm. Xəmir artıq acıyıb, şişib, kündələrə ayırıram. Xəmiri 3 hissəyə ayırıram. Əgər sizin soba listiniz böyükdürsə, 2 hissəyə də ayırıb pizza hazırlaya bilərsiniz.
Qoyuram 5 dəqiqə qalsın. Gündələrimiz hazırdır. Soba listinin arxasında mən bişirəcəm. Əlimiz vasitəsilə soba listi boyu yayırıq. Soba listi boyunca yaydım. Çəngəl vasitəsilə deşləkləyirəm. Yersiz qabarmalar baş verməməsi üçün edirəm bunu. Üzərindən hazırladım sos əlavə edirəm. Biraz pendir əlavə edirəm. Üzərindən xırdalıdan keçirdiyim biber pomidor pastasını əlavə edirəm. Yenə qeyd edirəm, uşaqlar məndə diri formada sevmədiyi üçün mən bu cür etmək qərarına gəldim. Adi dilimləyib, necə pizzanın üzərini düzürük, o formada da edə bilərsiniz. Qoyuram sobaya pişsin. Geçirəm ikinci toyuqlu pizzanın hazırlanmasına. Yoxanı açdım, yəni xəmiri açdım. Üzərindən deşləkləyirəm. Üzərindən sos əlavə edirəm. Toyuq əlavə edirəm. Öncədən bişirdiyim toyuqları üzərindən əlavə edirəm. Üzərindən də pomidor, biber əlavə edirəm. Əvəzlər duzsuz olduğu üçün üzərindən duz əlavə edirəm. Etmə edə bilərsiniz. Və Holland pendiri əlavə edirəm. Qoyuram sobaya pişməyə. Üçüncünü toyuqlu, qardallı etdim. Qardalını sevənlər üçün üzərindən Holland pendiri əlavə edirəm. Qoyuram bunda bişməyə. 3 ədəd pizza hazırladım bu xəmirdən. Yenə qeyd edirəm, əgər sizin soba listiniz böyükdürsə, bu zaman 2 ədəd çıxacaq. Əlavə edirəm Holland pendirini də üzərinə, soba listinə qoyuram, qeyd edirəm. Yenidən 170-180 dərəcəli sobada üzəri qızarana kimi bişirirəm. Qalbasalı pizzamız bişib, kəsib servis edirəm. Azıcıq soymağını gözlədim. Möhtəşəm pizzamız hazırdır. Artıq toyuqlu pizzamız da hazırdır. İsti-isti servis edirəm.